Selamünaleyküm. Bugün biz yeni Azerbaycan dilinde olan qızıl satışı ilə və alışı ilə işləyən Golden proqramı, Golden adlı proqramla tanış olacaq. Proqram açılır. Hələlik bunun bir dənə parolu var. Yəni 3-3'dür. Yuxarıda da 3, aşağıda da 3. Yığırıq 3, aşağıda da 3. Görsənmir əlbəttə ki, aşağıda nədir. Öncədən deyim ki, bu proqram internetlə heç bir əlaqəsi yoxdur və internetdən bura daxil olmaq belə mümkün deyil. Aydındır ki, AnyDesk-dən girmək olar misal üçün. Onun üçün də yerək burada şərait yaratsınlar sizin üçün ki, girə biləsiniz. Ümumiyyətlə, qıraqdan elə qurulub ki, qıraqdan, kənardan heç kim girə bilməsin. Birinci, bunun, necə deyərlər, nastroykaları lazımdır, parametrlərini quraşdırmaq lazımdır proqramın. Bu bir dəfə olunan şeydir, müdür tərəfdən olunur və bu nədir? Sizdə ola bilər ki, bir neçə tükan var, bir dənə yox, bir neçə tükan ola bilər olsun və bunun adı burada filial kimi gedir. Açırıq filialları və filiallarımızı bir-bir yazarıq. Burada məndə var Gold Capital, Grand Gold, Golden Store, yeni filial, mərkəzi filial, Gold Center. Və burada təzəsini yazsam, yenisini yazsam burada, təzədən aşağıda bir dənə də boş yaranır ki, yazasın. Telefonları da bura yazmaq olar, istəyirsiniz yaza bilərsiniz. Və çıxdıq buradan. Əyarlar. Hansı əyarlar olur, onları bura yazırsınız bir dəfə. Yəni ki, əyarlar probdur da, yəni qızılın probudur. Lazım olsa, birdən neysə əmələ gəlsə, lazım istəsəz, özünüz əlavə edə bilərsiniz neysə bura. Ancaq əsas əyarlar burada var. Sonra kontragentlər. Kiminlə işləyirsiniz, kimdən mal alırsınız, onlar burada olacaq. Və burada siz onların şəxsiyyət vəsiqəsini, linkini qoya bilərsiniz. Yəni, şəxsiyyət vəsiqəsini skanerlə ya da telefonla şəkilini çəkə bilərsiniz və sonra bura onun linkini qoya bilərsiniz. Hiperlink və buradan girirsiniz, qoyursunuz. Bir də burada mən ikisini qoymuşam. Burada əlbəttə ki, şəxsiyyət vəsiqəsi deyil. Ümumiyyətlə, neysə var, bax. Burada nə şəkildir? İndi açılacaq. Burada bax, belə bir şəkildir. Yəni, istəsəz, sizdə şəxsiyyət vəsiqələrin şeydə bu da bu şəkildir. Bağlaya bilərik, silə də bilərik, bağlaya bilərik X-dən. Çıxış buradandır. Sonra da gəlir ki, mallar. Əsas malları, onu göstərəcəyim necə yazmaq lazımdır. Onu da buraya 24 tane mal məndə yazılıb. Yenisi olan kimi yazacaq. Bunlara da rahat yazırıq qızıl malın adı və modeli. Bu da ki, lazım olmasa silmək olar. Ancaq bunu silmək üçün birinci gərək onu tarixdən siləsiniz. Yəni, eğer bu bəzək haradasa satılıbsa, belə silmək olmayacaq. Gərək o satışdan silinsin, sonra bura gəlsin. Proqram heç çətin deyil və sizə asandır və beləncik bölünüb. İlkin məlumat, görürsünüz, alış, yəni qızılın alışı, qızılın satışı, 3 dənə düymə satışa aiddir. Ötürmə bu bir filialdan o bir filiala göndərməkdir. Yəni ki, misal üçün bir filialda var, o birisində yoxdur. Müştəri gəlib istəyir, həmin filialdan zəng eləyib ala bilərsiniz. Yəni, ötürmə filialı ötürəcəksiniz ki, oradan qalıqdan çıxsın, həmin mal bura qalığa düşsün. Bir də budur, işçilər və parollar. Yəni, bununla da siz birinci dəfə yazanda yazırsınız. Eğer siz yazanda, misal üçün, yazırsınız satıcının adını, misal üçün ki, Əhməd olsun bizdə Əhməd. Və bunun üçün parol yazırıq. Misal üçün parol qoydum burada. Yazı ilə də olar, rəqəmlə də olar, fərqi yoxdur. Hərlik məndə 3-dür, görürsünüz. Və burada Əhməd üçün də qoyuram, nə qoyaq? Qoyaq 1. Yazı ilə yazıram 1. Fərqi yoxdur, rəqəmlə, yazı ilə, necə istəyirsiniz, telefon nömrəsini yaza bilərsiniz. Yəni, elə olsun ki, Əhmədin yadında qalsın da. Və buna nə status veririk? Admindir bu, ya satıcıdır. Satıcılar bunların hamısını yaza bilərlər, doldura bilərlər. Ancaq düzəliş aparmağa onların ixtiyarı çatmır. Yalnız yazırlar və çapa verə bilərlər qəbzləri, bunların hamısını çapa verə bilərlər.
Ancaq gücləri çatmayan, imkanları yoxdur ki, nəyisə dəyişsinlər. Səhv oldu, onu admin eləməlidir. Zaten Zara'nı da istəyirəm satıcı eləyim. Yəni ki, o da eləyə bilməsin. Və Əhməd hansı filialda işləyir? Ola bilər bir neçə filialda işləyir də. Misal üçün, Əhməd 2 filialda işləyir. Yeni filialda işləyir və misal üçün Gold Store-da işləyir. 2 filialda bu işləyir və ancaq bunların mallarını görəcək və bunlarla işləyə biləcək. Okey? Ancaq 2 dənə filialla. Bax, bu Zahra xanım var burada, 4 filialla işləyə bilir. Yuxarıdakı admin bu 3 filialın adminidir. Başqa girə bilmir. Ancaq admin özü də girib burada artıra ya da azalda bilər filiallarını. Məsələn, əlavə eləyər, bir dənə də filial əlavə eləyə bilər, özünə çıxarda bilər. Ancaq satıcılar bura girəndə onların imkanı olmayacaq bura girməyə. Ümumiyyətlə, bu düymə onlar üçün bağlı olacaq. Bu işləməyəcək və düzəlişlər də işləməyəcək. Bizdə indi işləyəcək. Təqva yenə də. Deməli, bizdə bölünüb bir neçə hissəyə. Hər hissə də eyni cürdür. Çünki yəni heç də belə çətin bir şey yoxdur, yadda saxlamalı bir şey yoxdur. Alış qaymələrsə, bax, yeni alış qayməsi, yəni başlayırsınız yazmağa. Dükana neysə alırsınız, kimsə mal getirib. Bir də bütün alışların siyahısı. Görürsünüz. Nə qədər alış təsdiq olunmayıb, bura satıcı girib neysə dəyişə bilər, əlavə eləyə bilər. Təsdiq olundan sonra, bu qırmızı da təsdiq olunmayıb. Təsdiq eləmək lazım olsa, girdik, burada heç nə yoxdur, mal yoxdur burada. Misal üçün, neysə yazdı bura, deyirdim ki, yeni malda yazmaq olar. Seçdi əyarını, seçdi misal üçün sayını, 3 dənədir, neçə qramdır, seçdi burada misal üçün 10 qramdır. Və çəkisi deməli 10 qramdır. Sayı 3 dənə, çəkisi yox, çəkisi 1 qramdır. Qramın qiyməti 10 manat yazdım. 10 manat yoxdur, olsun 170 manat. Dəvr bundan da baha olmalıdır. Olsun 190 manat. 190 manatdandır. Deməli, biz görürük ki, bir ədədin qiyməti bunun boyunbağın 190 manatdır. Satışda qoyuruq, misal üçün 240 manat. Yenə də əlavə eləyə bilərik. Əlavə eləyəndə təzə boş sətr gələcək. Və bunu mən aldım Gold Capital filialına. Misal üçün, başqa filialı göndərirəm, Gold Center-ə göndərirəm bunu. Cəmi 720 manatlıq oldu. Çünki satış qiyməti 240-dır, ancaq 3 dənə maldır da. 3 malın qiyməti oldu 720 manata. Deməli, sonra nədir burada? Ola bilər bir dənə də əlavə eləyim, problem yoxdur. Bir dənə də qadın saatı əlavə eləyirəm. Ola bilər prob olmasın orada, yəni əyarı olmasın. Burada misal üçün 2 dənə almışam, bundan 2 dənə alıram. Və qramın qiyməti burada düzdür, qramla gedir, ədədlə gedir. Fərqi yoxdur, qram ya ədəd. Yəni, misal üçün, bu saatın bir ədədin qiyməti 250 manatdır. Elə yazırsınız 250 və sayı 2-dir. 250-dən çıxacaq cəmi 500 manat. Və burada da satışını da qoyuram, deməli, ədədi 250 manatdır, qoydum 300 manat. Çıxdım. Gördüyünüz kimi qırmızı yoxdur, oca təsdiq olunub. Yəni, bu hansı bir idi? Bir dənə baxım. Boyunbağ qadın saatı. Bu idi, yox, ələ təsdiq olunmayıb. Təsdiq olmaq üçün deyirəm təsdiqlə və göndər filiala. Göndərirəm bu filiala. Təsdiqlədim və qırmızı itdi. Bu oca təsdiqlənib. Bura satıcı girsə, heç nə eləyə bilməyəcək. Təsdiqlənmişlər hamısı belə quşdur. Ancaq admin girsə, təsdiqlənəni dəyişə bilər. Nəysə, düzgün deyilsə, dəyişə bilər. Misal üçün, satış qiyməti 650 deyir, olsun 630 eləyir. Bunu ancaq admin eləyə bilər. Və silə də bilər admin. Bu zibil vədrəsi silməkdir. Buradan da çıxıram. Gördüyünüz kimi, hamısı belə düzəlib. Yeni alış qayməsi, alış qaymələrin siyahısı. Yeni satış qayməsi, qaymələrin siyahısı. Kreditlə alınan qaymələr. Yeni ötürmə. Ötürmə bu bir filialdan o biri filiala ötürməkdə göndərmək deməkdir. Bir filialdan o biri filiala. Yenisi və qaymələrin siyahısı. İşçilər və porolar bayaq göstərdi.
Ödəniş qayməsi. Ödəniş qayməsi, ödəniş qaymələrinin siyahısı. Kreditin ödənişi ayrıcadır. Bunların hamısına baxacaq. Ayrıca kassadır. Bura əlavə eləyə bilərsiniz ki, misal üçün, personalın yeməyi bəlkə var burada, neysə artıq xərclər var. Onları da bura əlavə eləyə bilərsiniz ki, gün axşam görəsiniz ki, nədir də, nə qədər xərciniz olub, nə qədər gəliriniz olub. Və burada axırda da hesabatlar gəlir. Qalıqlardır. Bütün qalıqlar, ancaq sıfırdan çox qalıqlar. Yəni burada olmayan qalıqlar da göstərir. Tarixə baxıb görə bilərsiniz ki, haçansa bu maldan olub, indi yoxdur. Burada isə ancaq indi ambarlarda olan. Ancaq yenə də hansı filialı ki, burada qeyd eləmişəm, mən burada birincidə özüm üçün cəmi 4 dənə filial qeyd eləmişəm. Aydındır ki, burada qalıqlar ancaq həmin o 4 filialın qalıqlarını görəcəyəm. Bax, həmin 4 filialdır, görürsünüz. Əlavə eləsəm bir dənə də filial, mən super adminəm, əlavə eləyə bilərəm. Misal üçün, bir dənə də filial əlavə eləyirəm özümə. 5-ci filial, misal üçün, olsun bu mərkəzi filial. Söz. Aydındır ki, bura mərkəzi filial da gəldi. Mərkəzi filialın da qalıqlarını görürük. Lazım olsa, yenə də mən buradan çıxartsam, hansısa filialı, misal üçün olmasın məndə. Bu filiala icazə vermirəm. Bu filiala icazə. Ancaq 3 dənə filial qoydum, görürsünüz. Və bu dəfə qalıqlara baxanda, əməliyyat aparanda yalnız bu 3 filialı görəcəyəm və yalnız bu ilə işləyəcəyim. Lazım olsa bir filial da qoy. O balaca dükanlarda bir filialdırsa, heç nə ötürmə lazım olmayacaqsa, nə də bu filialları seçmək lazım olmayacaq. Elə bir dənə filial olacaq. Günün yekunu da olacaq. Bugün biz hələ işləməmişik, ona görə indi günün yekunu boş olacaq. Bütün kassa, filialı seçirik, siz bir neçə, yox, burada işçini seçirik. İşçini seçirik, misal üçün hansı işçini istəyirik, baxırıq ki, bugün o işçi nə edib. Ayrıca alış qaymələrinə baxırıq, hələ heç nə eləməmişik bugün. Satış qaymələrinə baxırıq və ödəniş qaymələrinə baxırıq. Tarix intervalında da, burada məndə biraz iri eləmişəm, ona görə hamısı yerləşmədi. Tarix intervalında da baxa bilərik ki, məsələn, filan tarixdə hansı mallar alınıb və bu tarixdə, bu intervalda bax, bu mallar alınıb. Tarixi, nömrəsi qaymələr, bütün qaymələr, alış qaymələr 1-lə başlayır burada, satış qaymələr 2 ilə başlayır, yəni alış qaymələri 1 milyon sairə, satış qaymələri 2 milyondan başlayır, ötürmə qaymələri 3 milyona, ödəmə 4 milyon və s. Beləncə, elə nömrəsindən baxan kimi bilirsiniz ki, bu nə şeydir, nə əməliyyat olub. Bu satılmış mallar, burada satılmış mallardır. Bu alış mallardır, alışlardır, bu satışlardır. Bu ötürülmüş mallar, yəni bu ayda bir filialdan o biri filiala ötürülmüşdür. Aydındır ki, mən ancaq öz filiallarımı görürəm. Ya giriş mənimki olmalıdır, ya da çıxış mənimki olmalıdır. İkisindən biri mənimki olmalıdır ki, görüm. Yoxsa heç görməyəcəyim. Tarix intervalında ödənilmiş mallar, hansı mallar ödənilib və tarix intervalında bütün alış qaymələrə baxa bilərsiniz. Beləncə girib bir-bir baxa bilərsiniz. Belə də baxmaq olur. Bu bu proqramı indi göstərirəm. Bu birinci hissəsidir. Əlbəttə ki, indi bundan sonra yazacağım ikinci, üçüncü və bunları bir-bir baxacaq ki, həm göstərimsə ki, rahatdır, həm də göstərim ki, yadda qalandır da, yəni hamısı eyni cür olunub, eyni səmtdə düzəlib, ona görə də asan işləmək olur.